Salam, hər vaxtınız xeyir olsun dəyərli YouTube izləyicilərimiz. Məhəmmədlinin dairəsindən üzü Kürdaxanaya gedən yolda, hər tərəfi yaşayış olan yerdə, şəxsi tikili, yaşayışlı, 5 otaqlı, tam təmirli həyət evimiz satışa çıxıb. Zəhmət olmasa videomuzu sona qədər izləyin. Evin bütün məlumatları videomuzun daxilində qeyd olunur. Ev ümumilikdə 5 sot torpaq sahəsindədir. 2 mərtəbəli, 4 otaqlıdır. 170 kvadratda evin ümumi sahəsidir. Qazı, suyu, işığı daimidir. Sayğaçlarının hamısı var. Mərkəzi kanalizasiya sistemi var. Ev hər tərəfindən kamera sistemi ilə təhciz olunmuş evdir. Hər mərtəbənin öz sanitar qovşağı var. Evin ikinci mərtəbəsindən evində balkonuna çıxış etmək mümkündür. Həyətimizə də maşın tam rahatlıqla daxil ola bilir. İndi isə keçək evin içərisi ilə tanış olaq. Evdə hazırda yaşayış var. Evdə istilik sistemi kombidir. Solda gəlir mətbəximiz, mətbəx mebeli var. Tam hazır girib yaşaya biləcəyiniz evdir. Çox gözəl bir qiymətə də satışa çıxıb. Burada evimizin qonaq otağıdır. Hər bir otağın geniş pəncərəsi, pəncərələrin hamısı evin həyətinə ya da birbaşa məhəlləyə düşür. Yəni, heç bir qonşunun evini görmürsünüz, qonşu da sizin evinizi görmür. 4 bir divarı da qoşadaşdır. Birinci mərtəbəmizdə bir mətbəx var, bir qonaq otağı var, bir yataq otağı var və hamam sanitar qovşaq var. İkinci mərtəbədə isə 3 yataq otağıdır. 3 yataq otağı və yenə də hamam sanitar qovşaq var. Gəlin qalxaq ikinci mərtəbəni də göstərim. Bundan da videomuzu tamamlayaq. Dəyərli YouTube izləyicilərim, kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Sizin də satışda olan hər hansı bir mülkünüz varsa, sata bilmirsinizsə əlaqə saxlayın, mülkünüzün satışına tez bir zamanda köməkliyi göstərək. Evin sənədi bələdiyyə sənədidir. Qiyməti isə 136 min manatla satışa çıxıb. İnşallah ki, real alıcılarda olsa qiymətdə razılaşma olunacaq evin sahibi tərəfindən. Əlavə edən suallarınız olsa, buyurun zəng edin, məlumat alın. Hər iki mərtəbənin kombisinə qədər hamısı var. Bu da ən sonuncu yataq otağı. Bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Buradan da birbaşa balkona çıxa bilirsiniz.